Tovuzun əsrarəngiz gözəlliyə malik olan dağ kəndlərinin sakinləri öz doğma yurd yuvalarını, min bir əziyyətlə tikdirdikləri evlərini tərk edərək şəhər və rayon mərkəzlərini üst tuturlar. Söhbət rayonun Çirən İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə məxsus Soflular, Qaraboyunlu və Baqqalı kəndlərindən gedir. Turizm üçün əlverişli şəraitə malik olan bu kəndlər öz sakinləri üçün darıxır. Xüsusilə də Baqqalı kəndi tamamilə boşalaraq bu kənddə məktəb bağlanıb. Kəndin boşalmasının səbəbini isə bu kənddə qalan sakinlərin özlərindən eşidək. Qeyd edək ki, biz hal-hazırda Tovuz rayonunun dağlıq ərazisi olan Çirən İnzibati Ərazi Dairəsinə məxsus olan bir neçə kənddəyik. O cümlədən Soflular, Baqqallı və Çirən kəndinin özündəyik. Çox təəssüflər olsun ki, bax bu kəndlərdə əksər evlərin ağzında gördüyünüz kimi bax bu cür qıfıllar var. Kənd sakinləri öz doğma yurt yuvalarını, öz doğma evlərini tərk edərək rayon mərkəzinə və daha çox Bakı şəhərinə axın edirlər. Bizim yeniyetmələrimizin heç hası burada yoxdur. Hamısı çıxıb gedib. Yəni iş yeri yox, uşağı da qınamırıq. Burada nə qarşısın? Qazımız yox, qaz çəkilmir. Nə qədər müraciət eləmişik, gəlib heç baxırlar, amma yercik qalır. Sosial infrastrukturun olmaması səbəbindən cavanlarımız hamısı şəhərə axın edir. Kənddə lazımdır əkib becərmək, çalışmaq, şəhərə dəstək olmaq, şəhərdəki işçilərimizə, zavod, fabrikdə işləyənlərə kənd təsərrüfat məhsullarından təmin edək. Biz də məhsullarımızı satışa çıxardıq. Qalabaq Baqqallı boşalıb. 120 ev var idi. 120 evin 2 dənə yaşayış qalıb. Biri meşəbəyə işləyir, biri də elə-belə qalıb. Buraya əhali çox axın eləyir, Respublikanın hər yerindən gəlirlər, bəyənirlər, otururlar, dincəlirlər. Turizm üçün ən yaxşı suyu var bunun. Sakinlərin dediyi kimi, turizmin inkişafı üçün bu kəndlərdə hər cür şərait olmasına baxmayaraq, füsunkar gözəlliyə malik olan kəndlər sakinlərsiz qalıb. Təbii qazın olmaması, elektrik enerjisinin fasilələri ilə dayandırılması, yanacağın çətinliklə əldə edilməsi, iş yerlərinin olmaması səbəbindən sakinlər öz evlərinin qapısına qıfıl vuraraq əsasən Bakı şəhəri olmaqla digər rayon mərkəzlərinə üst tutur. Bu səbəbdən də hər gün telekanallarda izlədiyiniz kimi Bakı şəhərində tıxac və sıxlığın yaranmasına səbəb olur. Azərişıqdan bildirildi ki, tezliklə həmin kəndlərdə təmir bərpa işlərinə başlanılacaq. Azərqaz İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya şöbəsinin əməkdaşı Novruz Məmmədov isə hər zaman olduğu kimi standart fikir söyləyib. Vəsait ayrılan zaman adı çəkilən kəndlərdə təbii qazın çəkilməsinə başlanılacaq. Bizim də layihəsi çəkilibdir. Yaxın günlərdə o birisi işlər yekunlaşandan sonra Çirən İnzibati ərazisində də yenidən qurma işləri aparılacaqdır. Qaldı ki, elektrik enerjisinin verilişinin dayandırılmasıyla bağlı elə bir şeylər baş vermir. İstinə hallarda